Qədim Roma haqqında danışaq, elə bir sivilizasiya ki, onun qanunları, mühəndisliyi, idarə etməsi, demək olar ki, hər şeyi ilə dünyamızı düz bugünə qədər formalaşdırıb. Yaxşı, bəs heç düşünmüsünüzmü, necə oldu ki, kiçicik bir şəhər bütün dünyaya hökm edən nəhəng bir imperiyaya çevrildi? Gəlin bu inanılmaz mexanizmin necə işlədiyinə birlikdə baxaq. Bax, bu sual əslində bütün hekayəmizin mərkəzində dayanır. Bu necə mümkün oldu? Bir şəhər bütün Aralıq dənizini və hətta ondan da o yandakı torpaqları necə fəth edib əsrlərlə əlində saxlaya bildi? Bugün biz məhz bu ağlasığmaz sualın cavabını axtaracağıq. Yol xəritəmiz də belədir. Əvvəlcə Romanın əfsanəvi yaranışından respublikaya keçidinə baxacağıq. Sonra Aralıq dənizini necə fəth etdiyini görəcəyik. Daha sonra respublikanın niyə və necə dağıldığını araşdıracağıq. Ardınca imperatorlar dövrünün yüksəlişinə şahid olacağıq və sonda Romanın süqutunu və bizə qoyduğu o əbəbi mirası müzakirə edəcəyik. Yaxşı, hər şeyin başladığı nöqtəyə gedirik. Hər böyük hekayə kimi Romanın da başlanğıcı bir mif, bir əfsanə ilə başlayır. Gəlin Romanın təməlinin necə qoyulduğuna və ilk idarə etmə formasına nəzər salaq. Hekayə bizi eramızdan əvvəl 753-cü il aparır. Təsəvvür edin, bir dişi canavarın böyütdüyü əkiz qardaşlar var. Romul və Rem. Onlar bir şəhər salmaq istəyirlər, amma şəhərə kimin rəhbərlik edəcəyi üstündə mübahisə edirlər. Və bu mübahisə faciə ilə bitir. Romul qardaşı Remi öldürür və qurduğu şəhərə öz adını verir. Roma. Yəni, Roma daha ilk günündən qardaş qanı üzərində qurulmuşdu. Olduqca dramatik bir başlanğıc, deyilmi? Romanın bütün tarixini gəlin 3 əsas hissəyə bölək ki, hər şey aydın olsun. Hər şey padşahlıqla başlayır. Sonra eramızdan əvvəl 509-cu ildə respublika qurulur və nəhayət eramızdan əvvəl 27-ci ildə imperiya dövrü başlayır. Bu 3 mərhələni ağlınızda tutun, çünki bütün hekayəmiz bu xətt üzrə davam edəcək. Yaxşı, bəs respublika nə deməkdir? Yəni, nə dəyişdi ki? Sadə dillə desək, respublika o deməkdir ki, artıq hakimiyyət tək bir padşahın əlində deyil, hakimiyyət xalqın və onların seçdiyi nümayəndələrin əlindədir. Bu, o dövr üçün, inanın mənə, ağla sığmaz dərəcədə inqilabi bir fikirdir. Zalım padşahlara son deməkdir. Respublikanın quruluşunu 3 mərtəbəli bir bina kimi düşünə bilərik. Aşağıda məmurları seçən və qərarlara səs verən xalq yığıncağı var idi. Ortada hər il seçilən və həm dövləti, həm də ordunu idarə edən 2 konsul dayanırdı. Amma əsl güc, əsl söz sahibi kim idi, bilirsinizmi? Əlbəttə ki, ən yuxarıdakı senat. Onlar hər şeyi idarə edirdilər. Yəni, adı xalqın işi olsa da, əslində hakimiyyət kiçik, varlı bir qrupun əlində cəmləşmişdi. Və beləliklə, Roma öz daxilində qayda-qanun yaratdıqdan sonra gözünü çölə dikdi. İndi Romanın kiçik bir şəhərdən bütün Aralıq dənizinin sahibinə çevrilmək hekayəsinə keçirik. İtaliya yarımadası artıq tamamilə Romanın idi. Amma bu, onlar üçün kifayət deyildi. Əsla. Romanın iştahı, belə deyək, getdikcə daha da artırdı və indi gözlərini bütün Aralıq dənizi hövzəsinə zilləmişdilər. Və Aralıq dənizində o dövrün başqa bir süper gücü var idi. Şimali Afrikadakı Karfagen. Bu 2 nəhəngin toqquşması qaçılmaz idi. Pun müharibələri adlanan bu mübarizə demək olar ki, bir ölüm-dirim savaşı idi və 100 ildən çox davam etdi. Sonda isə Roma qalib gəldi. Təkcə qalib gəlmədi, Karfageni yer üzündən sildi. Bu ili yadda saxlayın. Eramızdan əvvəl 146. Bu həlledici il idi. Həmin il Roma təkcə Karfageni tamamilə məhv etmədi, eyni zamanda Yunanistan və Makedoniyanı da fəth etdi. Artıq Roma sadəcə bir güc deyildi, o, Aralıq dənizinin yeganə hökmdarı idi. Bəs bu qədər böyük qələbəni necə qeyd edirdilər? Baxın, bunun üçün çox möhtəşəm bir mərasimləri var idi. Triumf. Qalib sərkərdə ordusu və ələ keçirdiyi qənimətlərlə Romanın küçələrində parada çıxırdı. Təsəvvür edin, bu bir generalın qazana biləcəyi ən böyük şərəf idi. Sanki bir rok ulduzu kimi qarşılanırdı. Amma bu heyrətamiz uğurun, bu qədər sərvətin bir də qaranlıq tərəfi var idi. İronikdir ki, Romanı gücləndirən fəthlər eyni zamanda onun respublika quruluşunu içəridən məhv etməyə başladı. Sərvət axını əslində respublikanın sonunu gətirirdi. Birdən-birə bir Roma yox, 2 Roma ortaya çıxdı. Bir tərəfdə fətihlərdən və saysız-hesabsız quldan gələn sərvətlə daha da zənginləşən elita. Digər tərəfdə isə torpaqlarını itirən,
Ucuz qul əməyi ilə rəqabət apara bilməyən adi vətəndaşlar, kiçik fermerlər. Və baxın, bu çox kritik bir məqamdır. Çünki Roma ordusunun onurğa sütunu məhz bu fermerlər idi. Onlar yoxsullaşdıqca respublika öz ordusunun təməlini itirirdi. Əlbəttə, bəziləri bu vəziyyəti dəyişdirməyə cəhd etdi. Tiberi Gracch kimi islahatçılar yoxsullara torpaq paylamaq istədi. Amma sizcə, senatdakı zənginlər buna icazə verərdimi? Əlbəttə ki, yox. Nəticə qan oldu. Siyasi qəttəllər, vətəndaş müharibələri başladı. Respublika artıq özü-özünü yeyirdi. Bu qanlı xaosun külləri arasından isə tamamilə yeni bir sistem doğuldu. İmperatorlar dövrü. Respublika ölmüşdü. Bütün hakimiyyət artıq tək bir adamın əlində cəmləşəcəkdi. Son pərdə isə Julius Sezarın varisi Oktavianla onun rəqibi Mark Antonio arasında oynandı. Misir kraliçesi Kleopatranı da unutmayaq əlbəttə. Bu amansız mübarizənin sonunda isə meydanda tək bir adam qaldı. Oktavian. Və eramızdan əvvəl 27-ci ildə Senat Oktaviana yeni bir titul verdi. Avqust. Bu sadəcə bir ad deyildi. Bu, hörmətə layiq, müqəddəs deməkdir. Bax, bu an rəsmi olaraq Roma imperiyasının doğulduğu andı. Avqustun özü isə fəxrlə deyirdi, mən Romanı kərpiç şəhər kimi tapdım, onu mərmər şəhər kimi tərk etdim. Amma bilirik ki, hər yüksəlişin bir enişi var. Hətta qüdrətli Roma üçün belə. İndi gəlin hekayəmizin son, amma bəlkə də ən vacib hissəsinə baxaq. İmperiya necə süqut etdi və ondan bizə nə qaldı? Romanın süqutu bir gündə olmadı əlbəttə. Bu uzun bir proses idi. Əvvəlcə 3-cü əsrdə hər şey pisləşməyə başladı. Böhranlar, iqtisadi çöküş, epidemiyalar. Sonra 395-ci ildə imperiya o qədər böyümüşdü ki, idarə etmək üçün onu iki yerə, qərb və şərqə böldülər. Və son zərbə 476-cı ildə gəldi. Sonuncu qərbi Roma imperatoru taxtdan salındı və Avropada qədim dünya dövrü başa çatdı. Yaxşı, imperiya süqut etdi. Hekayə bitdi. Eləmi? Əsla. İndi gələk o məşhur suala. Yaxşı, bəs Romalılar bizim üçün nə etdilər axı? Bütün bunlardan geriyə nə qaldı? Cavab sizi təəccübləndirə bilər. Demək olar ki, hər şey, respublika idarə etməsi Romadan, müasir qanunlarımızın əsası Romadan, beton, möhtəşəm tağlar, günbəzlər, bəli, onlar da Romadan, şəhərlərə su gətirən akveduklar, bütün qitəni birləşdirən yollar, bütün bunlar Romanın bizə qoyduğu mirasıdır. Biz əslində hələ də Romanın tikdiyi bir dünyada yaşayırıq. Kağız üzərində bəli, Qərbi Roma imperiyası 476-cı ildə süqut etdi. Amma mən sizə bir sual vermək istəyirəm. Ətrafınıza bir baxın, istifadə etdiyimiz dillərə, hökumət binalarına, hüquq prinsiplərinə. Roma həqiqətən də getdi, yoxsa sadəcə formasını dəyişdi? Bəlkə də əsl miras budur. Roma heç vaxt tam getmədi. O hələ də bizimlədir.